Neftçi Abdullah Xaybullayevi heyətinə qatmaq istəyir. Qış transferi gündəmdə. Azərbaycan millisinin son oyunlarında çıxışı ilə diqqət çəkən yarım müdafiəçi Abdullah Xaybullayev Neftçi klubunun maraq dairəsinə düşüb. Ağqaraların baş məşqçisi Samir Abbasov millidə uğurla çıxış edən futbolçunu heyətində görmək istəyir. Klub artıq transfer üçün ilkin təmaslara başlayıb. Neftçi qış fasiləsində Xaybullayevi heyətinə qatmaq niyyətindədir. Hazırda legioner həyatı yaşayan və doğma komandasında istədiyi qədər şans qazanmayan futbolçu vəziyyətdən narazıdır. Valdas Dambrauskas son 3 turda ona cəmi 3 dəqiqə şans verib ki, bu da oyunçunun narazılığına səbəb olub. Xaybulayevin Fransa və Ukrayna ilə maçlardakı performansı onun dəyərini artırıb və Azərbaycanda ona olan marağı daha da gücləndirib. Neftçinin son zamanlar ehtiyatda qalan Elvin Camalovun yerinə daha enerjili və kreativ yarım müdafiəçi axtardığı qeyd olunur. Klubun əsas məqsədi yarım müdafiə xəttini gücləndirməkdir və Xaybullayev bu planlara tam uyğundur. İzləyicilər üçün sual. Sizcə Abdullah Xaybullayev Neftçiyə keçsə klubun oyununa necə təsir edər?